Müğənni Günel Zeynalova qocalar evində yaşlı kişinin əlcək taxılaraq müxtəlif işgəncələrə məruz qalmasına münasibət bildirib. Bu barədə ifaçı sosial media hesabında yazıb. Səhər-səhər əsəblərim pozuldu. Allahın belə insanları sənə həvalə edirəm. Bu vicdansız məxluqları sən cəzalandır. Əgər bu dünyada ədalət varsa, qanun qarşısında cavab versinlər. O yaşlı insan bizim atamız, babamız ola bilərdi deyə Günel bildirib. Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Direktor səlahiyyətlərini əməkdar artist mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı təsdiqləyib. Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi. Xatırladaq ki, Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov uzun sürən xəstəlikdən sonra noyabrın 18-də dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.